Ekrandakı qiyməti və otaq sayısını yəqin ki görürsüz, doğru görürsüz. Fikirləşərsiniz ki, birdən avtobus xəttinə falan 1 kilometr uzaqda. Xeyr, qapıdan çıxdın 150 metr sonra avtobus xətti. Yəni avtobus xəttinə çox yaxın bir ərazi. Bax belə bir xudmani həyət yanı sahəsi. Bu arada bir daha deyirəm, bazarımızın, yəni Masazır bazarının ən ucuz qiyməti olan 2 mərtəbəli 4 otaqlı evin təqdimatını edirik. Kifayət qədər yerdən kürsülüdür. Kafe gölün hissənin hər birisi pol təchizatı. Baxın belə bir giriş dəhliz hissəmiz var. Mətbəx hissəsinə keçirik. Tavanda led işıqlandırılması. Baxın belə bir səliqəli, geniş mətbəxə pəncərəsi birbaşa həyət yanı sahəsinə açılır. Burada qardırobumuz isti polunda xəttini görə bilərsiniz. Bu arada xırda para yekun tamamlanma işləri qalıb. Burada sanuzlerimizi görə bilərsiniz və dəyərli izləyicilərimiz. Geniş, səliqəli qonaq otağı, kondisionerin xəttinə kimi hər bir şey çəkilir. Yəni, bugünkü gün satış bazarının bir daha deyirəm, ən ucuz qiyməti olan 4 otaqlı evimizin təqdimatını edirik. Paket kupçadır, yerləşmə yeri də idealdır. Yəni, avtobus xəttinə 150 metr məsafədə yerləşir və keçid edirəm evimizin 2-ci mərtəbəsinə. Baxın, burada da ayrı-ayrılıqda 3 yataq otağı var. Zəhmət olmasa bir dənə bunu çəkək. Bax, belə bir səliqəli yataq otağı, yəni burada da çəkib nəzərəm. Bax, bu hissədə qarşı bura rahatla şkaf falan yerləşdirə bilərsiniz. Elə buradan ki, bir dənə sanuzlerimizi çəkək. Və bu evin ən üstün cəhətlərindən biri də pəncərəsinin qarşısına açılmalı. Gəl bura göstərək bir dənə. Avtobusa baxın, tam olaraq bu yolla hərəkət edir dəyərli izləyicilərimiz. Yəni, çox yaxın bir ərazidir. Keçid edirəm evimizin sonuncu, üçüncü yataq otağına. Baxın, eyni ilə də birinci çəkdiyimiz yataq otağında da burada da belə bir alan var ki, şkaf falan yerləşdirə bilərsiniz. Və keçid etdim evimizin eyvan hissəsinə. Bu arada evlə bağlı kimin nə sual olsa, səhifəmdə olan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox